Abşeronda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Saray qəsəbəsində qeydə alınıb. 4 minik avtomobili toqquşub. Belə ki, Opel, Toyota, Mitsubishi və Ravon markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Abşeron rayonu Saray qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına 09-10-2025-ci il tarixində saat 15:20 radələrində 4 nəfər kişi cinsli şəxs hospitalizasiya olunub. Döş qəfəsinin hematoması diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb. Müxtəlif bədən xəsarətləri alan digər şəxslərə isə təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Vəziyyətləri stabildir.